Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 marşrutlarından 400-500 metr məsafətə üst sotun içində şəxsi inşa olunmuş bir yarım təmir bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Nəzərinizə çatdırıram, bu evi ev sahibi özünə şəxsi inşa elətdirib, müəyyən səbəblərə görə evi indi satışa çıxartdı. Baxın, bu evin keyfiyyətini sizin nəzərinizə çatdırım. Ev kolonlarından tikilir. Ev həqiqətən çox gözəl. Yəni bu evə istənilən kimi formada, yəni standartlardan da artıq bura xərc qoyulub. Bunu nəzərdə çatdırım. Bax, burada belə bir kolonlar qoyulub. Evin yan tərəfləri, sol tərəfi, axırlardan bax yuxarıya qədər baxın. Düz oradan kolonlar veriblər yuxarı. Evi hər tərəfdən kəmərlə bağlayıblar. Yuxarıdan, aşağıdan. Yəni evə söhbət ola bilməz, hörmətli izləyicilər. Tikişini həqiqətən çox süper, möhtəşəm. Arxa tərəfdən də, yəni bu sağ tərəfdən də yenə buradan da baxın belə. Bunu adətən 200 mərtəbələrdə verirlər bu kolonları. Bu ev sahibi bir mərtəbədə verib bu kolonları. Baxın, yuxarıdan kəmərlər, arxadan da yenə, bu arxa tərəflərdən, timlərdən də bu kolonlar verilib. Yəni bu belə evləri 2-3 mərtəbələrdə edirlər. Bu insan bir mərtəbədə belə elib. Yəni bunun üstündə gələcək istəyirsən 2 mərtəbədə qaldıra bilərsən. Qalxırıq indi buradan yuxarı, evin proyekti ilə tanış olaq. Qalxdıq buradan yuxarı. Qalxan kimi, burada bir mətbəxi. Haradasa 14-15 kvadrat olar. Pəncərələr lili. Bax, ricerlərə baxın, hörmətli izləyicilər. Evin perqarotkası var, ara kəsmər. Onların üstünə belə kəmər atıb. Yəni hər evdə bunlar yoxdur. Şəxsən mən tikdirdim evdə, mən o ricerlə perqarotkalı ara kəsmələri mən ricer atmamışam. Bu ev sahibi bunu da atıb. Bura qonaq otağıdır, görürsünüz. Həm də evin dizaynı da, gözün qabağı da belə gözəl yığılıb, həqiqətən. Haradasa 4 metrənin 7 metrəyə də zalıdır. Hündürlüyə baxın, görün. Altında giz rahat gəlir. Hündürlüyü altı 2 metrdən çox var. Sonra hamamı burada geniş, ürək açan. Gördüyünüz kimi. Hamam burada. Təxmin haradasa bir 7-8 kvadrat ilə hamamdır. Bir yataq otağı burada 15-16 kvadratlıqdır. Evin hər tərəfi açıqdır, hasarın içindədir. Pəncərələrin üstündə də baxın belə ricerlər atılıb hamısına. Hörmətli izləyicilər, bax bir də otaq buradadır, 4 otaqdır cəmi. Evdə 950-nin 1357-yə 13 metrdir. 16 kvadratlıqda burada bir yataq otağıdır. Bəlkə də 16-dan çoxdur. Bütün açıqdır hər tərəfi də, hasarın içindədir. Heç bir şey evədə maneçilik törətməyir. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsindən əlaqə saxlayın. Evlərin satılmanı köməklik göstərə bilərik. Seçal Əmlakda, yəni YouTube'da, TikTok'da, Instagram'da Seçal Əmlak kanalına daxil olursunuz. Orada evlərimizi izləyə bilərsiniz. Evlərimizə abunə olun, kanallarımıza abunə olun ki, hər çıxan evlərdən siz xəbərdar olasınız. Gördüyünüz kimi ev haqqında məlumat verdim. Dəhlizdə haradasa 1.80-dır. Dəhliz də genişdir, yəni ürəksandır. Şkaf yırdırmasında burada yeri də qoyulub. Yəni hər şey nəzərə alınıb, hörmətli izləyicilər. Qiyməti də yenə qeyd edirəm. 80.000 deməmişəm, qeyd eləmirəm, amma indi qeyd elədim. 80.000 start qiymətdir. Real arzu olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Baxın bir dənə ricerlərə bax. Ortada da ricer verir. Bunu 3 mərtəbədə qaldırırlar. Allah köməyini olsun. Bu nədir? Naboyda nə qədər kolonlar veriblər bu evə. Allah kim varsa Allah xeyrin versin. Həqiqətən qəşəng evmiş. Oldu.